Regionlarda gənclərin təhsilə marağını artırmaq üçün hansı üsullardan istifadə etmək olar? Hazırda təhsildə interaktiv üsullardan istifadə olunur. Bu əslində maraqlıdır şagirdlərə. Bununla paralel olaraq sistem təlim üsulu var. Sistem yaradaraq keçirilən dərslərdir. Məsələn, biz günəş sistemi dərsini keçiriksə, şagirdlərlə birlikdə onu yaradırıq. Günəş sistemi biri yeri yaradır, biri Yupiteri, biri günəşi beləcə birləşdiririk və şagirdlər bunu yaratdıqları üçün də onların yadında qalır və daha maraqlı da olur. Regionlarda gənclərin təhsilə cəlbi üçün düşünürəm ki, öncə bunu şagird olan zamanlarından başlamaq lazımdır və bu da müəllimin öhdəsinə düşür. Mən bir müəllim olaraq şagirdlərin təhsilə cəlbi üçün real imkanlardan istifadə edirəm. Yəni, kənd mühitində dərs deməyimizə baxmayaraq, əlimizdə olan imkanlarda nəsə yaratmaq və şagirdlərin diqqətini dərsdə cəlb etməyə çalışıram. Bu bir qədər əlçatan olmalıdır, yəni əldəki imkanları dəyərləndirməyə lazımdır. Şagirdlər real imkanları görüb ondan bəhrələnməli və faydalanmalıdırlar. Bir növ belə deyim ki, onlar bizim ilk başladığımız illərdə parklar, əyləncə mərkəzlərinə çox maraqlı idilər və düşünürdülər ki, müəllimə bizi ora aparacaq, biz ora gedərik, ya bunu səbirsizliklə gözləyirdilər. Mən düşündüm ki, niyə də bu əlçatan bir şey olmasın və bunu belə deyim də integrativ olaraq dərs metodları ilə əlaqələndirdim və həmin əyləncəni sinifimizə gətirdim, əylənərək öyrəndik. Gördüm ki, həqiqətən də bunun səmərəliliyi var. Eləcə də düşünürəm ki, gənclər üçün də real şəraitdə, regionlarda həm əylənərək öyrənmək, həm öz təhsilini, təcrübəsini artırmaq üçün real imkanlar var və bundan istifadə etmək lazımdır. Bir gənc olaraq düşünürəm ki, əgər ki, bizim məqsədimiz inkişaf etmək və yaxud nəsə yaratmaqdırsa, biz hansı yollarda olur olsun ona çatarıq və o inkişafı və özümüz üçün lazım olan şəraiti qurarıq və düşünürəm ki, bunun üçün əsas məqsəd, istək və cəhd lazımdır. Qeyri-formal təhsil icmalarda real davranış dəyişikliyini necə yarada bilər? Qeyri-formal təhsil real həyat problemləri üzərində qurulur və icma birlikdə fəaliyyət göstərir. Ona görə də düşünürəm ki, aktiv olduğu üçün və onlar birlikdə özləri qərar qəbul etdiyi üçün, özləri başladığı üçün bir növ bizim məktəbdə tətbiq edilən bir qayda var ki, şagirdlər ilin əvvəlindən özləri bir qayda qoyurlar, sinif qaydaları. Özləri qurduqları üçün də o qaydanı pozmurlar, çünki özlərinin qurduğu bir qaydadır. Qeyri-formal təhsildə də eynən biz bir problemi qoyuruq və problem üçün birlikdə özümüz təyin edirik, problemi tapırıq və onun üçün çıxış yolları, həllər axtarırıq. Birlikdə onun həyata keçirməyə başlayırıq. Həmən deyək ki, iştirakçı özü bu problemi tapdığı üçün və həllərini tapdığı üçün onun üçün çox belə can fəşanlıq edir ki, onu həyata keçirsin və o problemi həll eləsin. Özü tapdığı üçün də daha düşünürəm ki, o avtoritar rejim kimi olmur da, yəni könüllü olaraq təşəbbüskar olduğu üçün də özü həyata keçirir bunu. Faydalı olur. Qeyri-formal təhsil olaraq bildirə bilərəm ki, seminarlarda, kurslarda, könüllük fəaliyyətlərini nəzərdə tuta bilərəm. Gənclər belə fəaliyyətlərdə aktiv olmalıdırlar, özlərini həvəs, motivasiya yaratmalıdırlar və özləri üçün rol model seçməlidirlər ki, mən hardayam və hara gedə bilərəm və o yola çatmaq üçün, o məqsədə çatmaq üçün özləri üçün xəritə seçməlidirlər və o yolda irəliləməlidirlər.